Uşaqlar, xoş gəlmisiniz. Oyunumuzun adı The Last Gift, qorxu oyunudur. Sizdə xoş izləmələr. So, new game, oyunumuz The Last Gift. Yeni il hədiyyəmizi götürməyə gəlirik, amma bizi buraxmaq niyyətində olmayan biri ilə qarşılaşırıq. Bu kimdir? Baxacağıq. Sevgili YouTube, indi bu dəqiqə TikTokda yayındayıq. Like atmağı, abunə olmağı və hansı oyun oynamağımızı istəyirsənsə yoruma yazmağı unutmursan. Getdik. Qorxu səsini açmamışam bu arada. Ətrafa bax, buradayım, ətrafa baxmalıyam. Son bir rötuş. Uyarı. Hoppa. Hoppa. Всё. Hər şey hazır. Getdik. Yo, açdım, unutmuşdum. Fəridə bax. Hə, bu arada fanar var. Tabuda nəsə var idi bu arada. Inspect the yard. Görevlərimizi tabuda göstərir. Hər vaxtın xeyir. Wow! Fişənglər var burada. Bağ-bağçanı araşdırırıq deyəsən. Gözəl. Karakterin maksimum qaçmağı budur bu arada. Belə basıram fişənglərə, bilmirəm, eləməliyəm yoxsa yox. Fişəngləri partladaq, görək başımıza nə gəlir. Oyunun məqsədi yeni il hədiyyəmizi götürməyə gəlirik, amma bizi buraxmaq istəməyən biri ilə qarşılaşırıq. Oğlum, nə qədər fişəng var burada? Bəlkə də içində eləməməliyəm bunları. Bəlkə də eləməməliyəm. Bir dənə qaldı deyəsən, hamısını elədim. Yo, görev axtar da deyir, bağ-bağçanı axtar, araşdır deyir. Da görev olsa da elədim ücü. İndən keçdim o görevi. Hələ ki oyun sadə başlayıb, rahat. Sıxıntı yoxdur. Yox, heç biri yoxdur. Okey. Görək evə gedə bilirikmi? Aha. Aha. Evin işıqlarını yandırmalıyam. Evə girib işıqları yandırmalıyam. Silviyezi deyə, bunu asandır deyir bu. Aç. Hə. İşığı yandıra bilirəm. Qapım bağla. Sakitləşdi oyun. Check the first floor and grab anything valuable. Deyir, birinci mərtəbəni yoxla və vacib nəsə tapdınsa götür. Nədir bu? 50 euro. €100. Ola, yeni il belə olar ya. Yeni il deyil o, yeni əsrdir bu işi. Belə yeni il olmur qaqa. Nə qədər pul var ha bu evdə? Qapı açıldı deyəsən. Okey.
Birinci mərtəbəni yoxlayaq. Hamısına baxaq, birdən nəsə qaçırdarıq. Tez bazarda olsa. Okay, işıqları yanır onsuz da o pulların. İşığı yanan pulları götürək. İşıq yanmamaq evdə pis. Yanır işıq görürəm. Yox. 11-19, hə, yeni il az qalıb. Yeni il az qalıb bu arada. Sizi yanıb sönür deyən görüm. Aha. Hə, deyir mən içəri 100% girməliyəm, amma kodu tapmaq lazımdır. Taparıq, eyb yox. Kod böyük ehtimal ki evdədir. Yəni aşağıda deyil. Göstərdiyi pulları hələ yığaq. Sonra görək başımıza nə gəlir. Bunlar hədiyyələri mənə versiniz? Yox. Burada da var. Hamamda vacib bir şey. İnanmıram olsun. Açılır bura. Okay. Oyunun adı The Last Gift. Ne götürdüm? Eşyalarımı görə bilmirəm mən. Sunkama qoyuram, nə deyəsən? Ay Fərid, sən nə istəyirsən bu baba evdən? Aa, bütün zinət əşyaları, zat. Çox şanslıyam deyir. Oo, ay nə qədər pul götürdük daha. Aha, birinci mərtəbə bitdi. Deyir ikinci mərtəbəni axtar. Deyir evdə başqa kimsə var. İndi başa düşdün o. Deyir, baxım görüm ikinci mərtəbədə nə tapıram. Göstərir bu arada. Deyən görüm elə oxunmur, ala bu nədir? Sevgili Molly. Deyir bir ili də geridə qoyuruq. Bizim həyatımız üçün çətin vaxt idi. Biz sənin üçün çox darıxırıq. Deyir bizim üçün yeni il çox da belə bayram havasında deyil. Deyir amma mən bilirəm ki sən yeni ili necə sevirsən. Ona görə biz evi sənin üçün dekorasiya eləyirik də, qururuq, yeni il havası yaradırıq. İnanırıq ki sən bu yaxınlarda, yəni bizim yanımızda bizə baxırsan ana. Deməli biz rəhmətə getmişik, mən belə başa düşdüm. Mən başa düşdüm ki biz rəhmətə getmişik. Deyir onların uşağı rəhmətə gedib. Ala biz evə oğurluğa girmişik deyəsə. Cavid çox sağ ol. Amma səs niyə gəlmədi? Səs var axı. Var axı. Düzəldi. Düzəldi. Həyəcanlanmırıq. Bu arada sevgili YouTube, belə səslər eşitsən, hazır ol. TikTokdayıq və hədiyyə ilə o səs gələ bilir. Vəsə, texnikin nasazlığı idi, həll oldu. Vəsə. Ümid edirəm ki, həll oldu. Vəsə. Bunu mən də gözləmirdim, amma okey. Bu arada. Amma biz bu evə deyəsən oğurluğa girmişik bu arada, xəbəriniz olsun. Və ailənin sahibinin qızları rəhmətə gedib. Amma qızları çox sevdiyi üçün yeni ili, evi onun üçün yeni il dekorasiyasına eləyiblər. Ya mən elə başa düşdüm oyunu.
Evdən inanılmaz bir pul kollekt elədik, yəni yığdıq. Deyim Molly'nin otağı. Mən bu Molly'nin otağına bir dəqiqə girməyim, başıma dönüm, əziz bilə salmayın. Deyir, niyə uşağın otağı bağlıdır? Deyir, ora girməliyəm, deyir. Nə olar ki, uşağın otağından da heç nə oğurlamadan, nə olar ki? Ola, kartlar, martlar, nə qədər şey tapdıq, hə? Gərginləşirəm şu yavaş-yavaş. Buna bax. Yəni, deyir, daha düşünmürəm ki, burada daha pul zad olsun. Look around the house. Evin ətrafına bax. Deməli, çölə çıxırıq. Molly'nin otağı bağlıdır, bir də aşağıda garajdakı otaq bağlıdır. Cavid. Fikrim oyundadır deyə gözləmirəm. Çıxa bilmir, ha? Ha, onda evin ətrafına demir. Look around the house. Still the presence. Bura baxmışam bura. Baxmışam, bura niyə açmamışam? Bura baxıb buraları mən baxmışam, xatırlamadım buranı mən. Çamaşırxana. Aha, götürdük. Görək başqa harda var. Cavid. Naş taxmışam özdə, çox verir səsiyə. Başqa harda var. Burada da var. Kağız burada var idi, yox idi deyəsən. Deyir, biz burada tək deyilik, yəni səni hiss eləyirik yanımızda falan. Deyir, burada deyir, sənin bacın deyir, ağlını itirdi də, dəli oldu, təmizləyir. Deyir, o deyir, bacın deyir ki, qəribə deyir, səslər hiss eləyirəm evdə və elə hiss eləyirəm ki, kimsə var evdə də, başa düşdün, kiminsə varlığını hiss eləyirəm. Deyir, o qəbul elədi ki, bizlə kollecə gəlsin. Deyir, amma bayramda gedəcək şeyə, biz bayramda gedirik nənəgilə də, yəni başa düşdün. Burada elə bir ki, ölən uşaqlarına məktublar yazıb qoyublar və inanırlar ki, uşaq bunu oxuyur. Deyir, mən indi əmin oluram ki, mən evə qayıda bilməyəcəm. O nə idi deyir. Molly'nin otağı bağlıdır. Görəv vermir, deməli hələ prezentlər qalıb. Biri də buradadır. Gərgin başladı oyun. Oyun gərgin başladı. Sanki götürmüşdüm onu. Sanki onu götürmüşdüm, amma nəysə. Məncə aşağı düşməliyəm. Ümid edirəm çox qaranlıq deyil və görə bilirsiniz oyunu. Ha, bunlar da götür. Hamısını götürdüm. Nə oldu be? Bu nə vəhşilikdir? Aha. Bu necə baş verdi deyir. Salam Bayramov. Hələ də prezentləri yığ deyir. Göstərmir ha nə qədər var amma. Həqiqi görməmiş deyə, yəni bir dənəsini də saxla da nə olacaq? Find the key Molly's room, okey.
I think with everything the Molly's room. It's okay somewhere. Hə. Molly'nin otağını açmalıyıq. Deyir, düşünürəm ki, açar buralarda bir yerdə olacaq. Sizin üçün uşaqlar. Hərbi nəymiş? Hərfi tərcümə edirəm ha konkret. Xəbəriniz olsun. İndi Molly'nin otağını açarıq. Burada ola bilər. Burada ola bilər. Molly'nin otağını açarıq. Yox. Deyəsən heç buralarda deyil. Yox, bura var idi burada. Okey. Məncə heç bura ancaq kodu tapanda düşəcəyik. James Bond'un tək bölümü qalıb. Onu da sabaha bitirəcəyik 1 saata falan. Ya Molly'nin açarı. Ola niyə elə əsil görsən də lo? Niyə elə əsil görsən də lo? Çox əsil görsən deyə. Nə bu nədir? Çox əsil görsən deyə. Bu nə idi? Yataq otağına. Yox, hələ indi axtarıram açarı. Açarı hələ indi axtarıram. Umbrella. Bəs görüntü nəsə çox real idi. Hamamda açar olacağını düşünmürəm bu arada. Bu oyun hamama açar qoymaz. Məncə aşağıda o... Aa, nə? Bu oyun yuxarı açar qoymaz. Çünki yuxarıdakı qapını açırıq. Deməli aşağıda da açar. $20 ildir mən bu oyunun sektorun içindəyəm də. Uyan yeğen. Sabah oldu. Geldi Molly'nin otağına. Burada sıkıntı var. Burada sıkıntı var. Look around. Ətrafa bax. Allah. Heç belə xoş mənzərə görmürəm mən burada. Güzgüdə görünür görəsən. Hə, belə görsənir, okey. Yo, niyə ay Fərid? Bu oyun hələ ki ilişməmiş heç yerdə. Bəzi oyunlarda ilişirik, düzdür. Merry Christmas, darling. Yeni ilin mübarək. Əzizim. Onu da götür. Molly'nin... Haa, görürsən? Deyir, mən bu hədiyyəyi deyə bilmərəm, mən pis adam deyiləm. Şumun elədin hep bütün evi. İndi yadıma düşdü. Qəribə bir səs gəlir. Dəli olacaq. Molly, götürmədim də. Molly, bilirəm sən niyə burdasan. Deyir, sən tapmaq istədiyin şeyə kömək eləyəcəm. Allah, Molly ilə danışırıq. Molly. Mən pis adam deyiləm, eyvallah. Dostu. Ay Molly. Molly. Aha. Oğlum. Yan qaqaş, bir dəqiqə gözlə. Üç şam. Bu oyunu kim yaradıbsa, rəng seçimi barədə sənə təbrik eləyirəm. Zavit.
Babayev, neyinsən? Niyə həyəcanlanırsan, Babayev? Allah, əsl uşaq şəklidir ya bu ya. Yəni 3 dənə şam tapmalıyıq deyəsən. Görəsən eyni rəngdə mi tapmalıyıq? Görəsən eyni rəngdə mi tapmalıyıq? Məsələ odur. Yox, aşağı düşməliyik. Allah, istəmədən bir şey yazdın, səssiz atıb çıxardarlar, silinər. Nə var orada? Aha. Məsələn, şüşə zat dağılır. Burada yoxdur. Qorxudur. Yox, hələ şüşə harda qırıldısa məncə o tərəfə, səs gələn tərəfə gedəyik. Buranın şüşəsi deyildi səncə. Burada salamatçılıqdır. Aha, tapdım. İpuclarını tapırıq bu arada. Bir ağac, 3 şam. Şam ağacı və 3 şam. Yəni bu. Ağac bu desək. Hala, 3 dənə şamı bura düzüb Molin zadı çağırmayaq. Başva dönüm sənə. Çox sağ ol, Sako. Bu nədir hala? Ola, parıldayır ya. Mən də deyirəm bu nədir? Çox gərginləşdim ya. Nə belə oyundur ya bu? Mən hələ ki ipuclarını axtarırım. 3 dənə şam ipucu tapmışıq. Bir dənə şam ağacı ipucu tapmışıq. Hələ ki. Bilmirəm, Sako. Mən bir dənə şeydən qorxuram ki, şamları düzüb. Məsələn, şamı götürə bilirəm görürsən, yoxsa o deyil. Yox, hələ ipucu axtarırıq. Mən qorxuram ki, şamları düzüb Molin zadı çağıraq. O problem deyil, elə şey olsa. Elə bir şey olsa böyük problemdir bu arada. Hələ də gəzək, ipucu axtaraq. Burada yox. Yox, burada ipucu yoxdur. Usta Həsən, hə? İpucu olanda bu arada oyunu sevdim, parıldayır. En azından bir şans verir bizə baxmağa. Aha. 2 dənə qar adamı, deməli. Bəlkə bizə kod verir, gözlə. 3 şam. Yadda saxlayın, 3. Bir ağac, 1, 2. 3, 1, 2. Hər ehtimala yadda saxlayın uşaqlar. 3, 1, 2. Məncə aşağıdakı kodun verir bizə. İkinci mərtəbədən gəlirsiniz. Neydi hə? Gezənzələ təşəkkür düşür. 2 oyunun ikisində gezənzəl tapıb bu arada. Ola, bitər oldum. 3, 1, 2. Bir dənə son kodumuz qalıb. Oyundan da aşağını açacağıq. Maşın olan yer. Deyə o da buradadır. Qız keçdi qabağımdan. Mışqa qaçdı əlimdən qorxudan. 5. 3, 1, 2, 5. Hə? Düz dedim. 3, 1, 2. Hə, de görsən deyir oran yoxlamalıyam. Hə, şu həll eləmişəm. Inspector Gadget. Və həqiqətən gezənzələ bir dənə ürək də həqiqətən, yəni bu cür gözəl oyun tapıb bizim üçün. Sağ olsun. Üç, bir, iki, beş. Yala.
Ha, of. Bir əsl yeni il padarkası budur. Ha, bu nədir? Bu nə puldur? Qaqa, bu nə puldur? Niyə götürmürsən bu bursları? Ha, Carry Backdoor. Okey, arxa qapıya yığdıyır bunları. Arxa qapı dediyin? Hə, yuxarıda. Bu nə puldur la? Molly. Rəhmətə getmisən amma pul yəni maşallah. Sakitləşirik. Sakitləşirik. Standart qorxu oyununda ola biləcək şeylərdir. Sakitləşirik. Arxa qapı. Bu qabaq qapıdır deyəsən, bu da arxa qapı. Hə, bura yığmalıyım. Okey, yenə gəlib götürək. Yenə var idi çünki iki çantada var idi. Ya mən %100 bilirəm ki, o pullar bizə qismət olmayacaq yəni. Mümkün deyil. Ehtimal yoxdur. Ya dəli olacağıq, ya nəsə. Bağla buranı. Çıxa bilməyəcəyik buradan. Aha, gəldim Molly. Gəldim Molly. Deyəsən hələ də fikirləşsən ki, sən yeni də... Görüntü niyə belə necə əsil eləyiblər ala? İnanılmaz görüntü idi bu arada. Şey olaraq, realite olaraq. Dedim, nə baş verdi? Mən bura necə gəldim? Yeni görev gəldi. Buradan get. Uf. Fanar. Fanardı bu. Əla. Allah, Molly'nin otağındayıq özdə. Hə, hər şey heç nə dəyişməyib yəni, okey. Görev verirsən bizə. Deyir, daha dərinlərə bax da, yəni deyir. Hə, açılmır. Daha dərinlərə bax dediyinə görə burada bir puzzle gizlidir. Eynən uşaqlar. YouTube'a video çəkdiyimizdə unutmayın zəhmət olmasa. Ayna zat, yox. Görmək arxasında nəsə yazıb, yox. Qapını döyə də bilmirəm. Burada nəyəsə qaçırdırıq biz. Amma nəyi? Önemli olan o sualdı. Sadiq. Şkafa baxdım. Peki yine kağızda tapmalıyam amma. 2 dənə kağız var yəni. Bu evdə hələ ki başqa bir kağız görmürəm. Şkaflara da baxdım. Peki ışığı söndürüb baxmalıyam. Məsələn yeni il ağacı falan. Burada zibil vedrəsi, yox heç nə yoxdur zibil vedrəsində. İki deyirəm burada nəysə götürməliyəm, oyuncaq, paltar.
Yox, buranı bağla. Bura bax. Okey. Yox, şkaflıq deyil, %100 şkaflıq deyil. Daskada şəkillər var, amma bunlar onsuz da buradaydı, yəni yeni bir şey deyil bu. Molly. Molly çəkib bunları yəni, amma bir yeni bir şey yoxdur da burada. If the reflection is empty, aha. Look deeper. Işığı da söndürdüm əslində. Aşağı mən də aşağı düşündüm, amma look deeper məsələn hara xalçada bəlkə yer qazılıb. Look deeper deyəndə nəyi nəzərdə tutur? Dərinliyə bax deyəndə nəyi nəzərdə tutur? Translate ehtiyac yoxdur, tərcüməsini bilirik. Nə demək istədiyini bilmirik hələ ki. Güzgü ola bilər, yaxşı, gözlə. Yox. Kağızda deyir ki, yəni alınmayanda dərinə bax. Ki, Molly'nin zadı yaxınlaşdırmalıyam. Yox, yat demir, elə burada oyanmışıq, hara yatırıq. Prosto heç də yəni şey keçəmirəm, interaksiyaya keçəmirəm. Qapıdan başqa, kağızlardan başqa heç bir interaksiyaya keçəmirəm. Bu oyun YouTube'a gələcək bu arada. Bu dəqiqə YouTube'dan da izləyənlər var böyük ehtimal. Onda şkaflıq deyə. Şkaflıq deyə onda belə çıxır. Oyuncağı da heç nə eləyəmirəm, problem oradadır. Aha, götürdüm. Tapdım. Oo, dəyişib. Oo, bizə tək bir yol qurub ha. Hazır olun, qorxmağa hazır olun. Bu oyuncaqları tapaq. Aha, yatağın üstündəki oyuncaqlar, bunları tapmalıyam. Amma niyə deyir? Put the test on the bed. Aha, deyir oyuncaqları gətir, yığ kravatın üstünə. Yaşıllı falan əcaib oyuncaqlar. Okey, oyuncaqları gətirək. Bu bir. Bura qoymalıyam. Put the bed dedi çünki. Ha. Bu bir. Çox gözəl oyuncaqlardır, ürək açan oyuncaqlardır hamısı. Tapmaq asan da olacaq çünki yer qoyub onsuz da. Bu iki. Promo götürə bilirəm görəsən. Yaxşıca bir qoyaq. Birdən gedərəm, sonra götürənmərəm. Yo, inanma. Otağın içində oyuncağı qoymazlar. Biraz axtarmağa icazə verərlər. Bu iki. Bu ölən qızın evinə də gəlib oğurluq eləmərsən də. Yəni başa düşdün. Nə ehtiyac var idi buna? Deyə gələ, o boyda pulu uzadı, yığmış. Pul uzadı, yığmışıq hamısını arxa qapıya. Axırıncı da hansıydı? Məncə qoymalıyıq, sonra axırıncını görəcəyik. Mən elə fikirləşirəm. Gəl bunu qoyaq. Yox, şamı özüm bastım, söndürdüm də niyə elədim bilmirəm. Bunu qoyaq, məncə o bir sonda açılacaq. Bu üçüncüdür, qaldı bir dənə oyuncaq. Molly, sakitləş Molly. Niyə qoyanmıram? Hə. Nədir o?
Qaldı axırıncı oyuncaq. Aşağı da düşə bilirəm, aşağıda deyə bəlkə də. Qoy bu otağa baxam, Molly'nin otağına. Ay, öyle buradan gəlirim də, aşağıdadır. Şkafları çəkdi, elə bir ki, aşağının yolunu açdı bizim üçün. Sonuncu oyuncaq buradadır. Deyir, bu deyil, yox ola. Yox, bu deyil. Deyir, nə vaxt deyir, necə deyir, mən axır buradan çıxıb gedə biləcəm. Cavid, ürəyim düşdü, Cavid. Orada deyil, onda bu otaqda da başqa yolu yoxdur. Ana oyuncaq, şkafda ola bilər. Yox. Bunu oxumuşam. Anamın yeməkləri üçün çox darıxmışam. Deyir, bu utanc vericidir ki, biz bir yerdə nahar eləyə bilməyəcəyik. Yəni yeni il yığıncaq eləyə bilməyəcəyik. Molly də yığan 100%. Mətbəx. Okey, mətbəxə gedirik. Kitchen. Yol açıldı. Mətbəxin yolu açıldı. Baba ev. Mətbəxə get. Molly. Yeni kağız. Meat, eggs, vegetables. Ət, yumurta, tərəvəz. Hə, ona bayram yeməyi pişirməyimi istəyir ya. Ət hardadır? Marazilkada. Meat. Ala. Hə, pişir. Tərəvəz yumurta ətdən nə pişirəcək ala bu? Mən indi yemək də pişirirəm. Bitirəndən sonra deyir, ümid eləyirəm ki, mən icazə verər çıxım gedim. Nuş olsun, Molly, başa dön, bırax mən gedim. Pul da götürmürəm. Molly, nuş olsun. Başa dön. Gələcək indi Molly. Oturum mən. Sadiq, çox sağ ol Sadiq. Amma ürəyim düşdü Sadiq. Ansıdı kal, hə. Zəngə cavab ver deyir. Zəng gəlir, hə, indi eşitdim. Molly yenə zəng eləyəcək ki, mənə filan şey elə. Adım yazdırarsın. Mənim valideynlərim deyir, həmişə mənə deyir, naharda, yeməkdə yəni hədiyyə verirdi. Mənə hədiyyə ver. Find a gift. İndi hədiyyə tapıb veririk Molly'yə. Molly, sən bizi yəni o qədər yaxınçılığımız yoxdur, xay Molly, başa dönmə sən. Mən deyir, onun otağında deyir, son hədiyyə qalmışdı, onu götürməliyəm. Molly, yəni səninlə bu qədər yaxın deyilik biz. Xahiş eləyirəm. Elə shiftlə bu qədər eləyir də gələ. Shiftsiz belə eləyir bax. Shiftsiz, shiftli, shiftsiz, shiftli. Gedək Molly'nin otağına görək nə hədiyyəymiş o. YouTube'dan bax. YouTube'dan baxanlar, bura kimi baxmısansa like elə, abunə ol, bildirimləri aç və yorumlara hansı oyun oynamağımızı istəyirsənsə onu qeyd elə. Molly'nin otağı. Və mən oğradığım pulları da istəmirəm ha. Molly bizi buraxsın. Başqa heç nə istəmirəm. Budur. Hə. Molly.
Deyir ümid eləyirəm o mənə icazə verir axır ki çıxım gedim burdan. Molly, başladım biz sənin o qədər yaxın deyilik. Ya burada değil. Mətbəx. Buradaydı. Allah, bu da hediye. Maaşı görev de vermiş. Molly, neyniyim? Gelir Molly. Özüm ölüm Molly gelir. Qapını döyür. Molly, o boyda şey eləyə öyle qapını da açıb. Molly. Gedir sənin deyir ki. Ağlama, yəni getməliyəm başladım mən. Bu evin sakini deyiləm mən. Deyir, çox tək hiss eləm də özümü qal da burada deyir. Ay nağıd, ay Molly, ay. Qoymur ora getməyə. Molly, mən gedirəm, Molly icazə verirsənsə. Deyir, mən düşünürəm ki, mən buradan getməliyəm də. Yəni pullar da var orada, pulları götür. Molly, başqa dönərəm, buradasan hələ. Aç, pulun zadın başını bırax, aç. Heç yeri getmirsən. Bıraxmırsan, niyə soruşursan, qalırsan, qalmırsan? Sevgili YouTube, bir oyunun daha sonuna geldi. Yani oyunu beğendinizsə like atmağı, abone olmağı ve yorumlara fikrinizi bildirmeyi unutmayın. Növbəti oyunlarda görüşənədək sağ olun, salamat qalın.